Əziz dinləyicilər, bugün mən sizə dünya şöhrətli yazıcı Somerset Maughem'in Qisas hekayəsini söyləyəcəm. Hekayə 2-ci Dünya müharibəsi zamanı Almanlar tərəfindən işğal edilmiş Fransada baş verir. Gəlin dinləyək. Yaxşısı budur, çıxıb gedək. Hans nifrətlə çiyinlərini atdı. Şüşənin başına daş salım, sonra tərpənərik. Heç getmək istəmirdi. Bax, beləcə çaxır içmək elə xoş idi ki, sübh tezdən bütün gün motosiklını ora-bura qovmuşdu. İndi qolları və qıçları zoqqulduyurdu. Xoşbəxtlikdən uzağa getməyəcəkdilər. 10-15 kilometr aralıda Soissons şəhərinə qaydırdılar. Bəlkə bəxtləri gətirdi, abırlı yorğan döşəkdə yata bildilər. Əlbəttə, əhvalat bu sayaq olmaya da bilərdi. Qız özü işləri korlamışdı. Hansgil azmışdılar. Çöldə işləyən kəndlidən yolu soruşmuş, o da bilə-bilə əskərlərin ağzını başqa səmtə çevirmiş, onlar xeyli hərlənib fırlanıb buralara çıxmışdılar. Yolu soruşmaq üçün fermaya döndülər. Çox ədəblə, mülayim tərzdə soruşdular. Əmr olunmuşdu ki, yerli əhali ilə xoş rəftar edilsin. Ancaq əlbəttə fransızlar da özlərini yaxşı aparsalar. Qapını qız açdı. Dedi ki, Soissona gedən yolu tanımır. Sonra əskərlər mətbəxə keçdilər. Qarı, Hans anladı ki, qızın anasıdır. Başa saldı ki, harda, necə keçsinlər. Fermer, arvadı və qızı indicə nahar eləmişdilər. Masanın üstə çaxır şüşəsi vardı. Hans susuzluqdan yandığını hiss etdi. Bərk isti idi. Axırıncı dəfə isə günorta çağı dilinə su dəymişdi. Hans bir şüşə çaxır istədi. Willi də əlavə etdi ki, pulunu verəcəklər. Bu Willi pis oğlan deyildi. Ancaq yaman qorxaqdı. Yaxşı, Almanlar qələbə çalmamışdı, çalmışdı. Hanı fransız ordusu? Dabanına tüpürüb əkilir. İngilislər də onların tayı. Hər şeyi atıb Sıçovul kimi öz adalarına qaçdılar. Qaliblər istədiyi şeyi öz halal malı kimi götürə bilərlər, elə deyilmi? Ancaq bu Willi 2 il Paris atelyelərində gün çürüdüb. Fransızca kefin istəyən danışır. Elə ona görə də bura göndərmişdilər. Ancaq Fransada yaşaması Willi də öz izini buraxmışdı. Fransızlar bir qara qəpiyə dəyməz. Alman olan kəs belə millət içində çətin yaşayar. Qarı masa üstünə 2 şüşə çaxır qoydu. Willi cibindən 20 frank pul çıxarıb ona uzatdı. Qarı sağ ol da demədi. Hans fransızca sən deyən danışa bilmirdi. Azmaz qırıldadırdı. Willi ilə həmişə o dildə danışmağa çalışır, Willi tez-tez onun səhvlərini düzəldirdi. Elə Hansı Williyə yaxınlaşdıran da bu idi. Willi tez-tez onun karına gəlirdi. Üstəlik Hans anlayırdı ki, Willi ona həsəd aparır. Necə də aparmayaydı ki, Hans uca boy, qamətli, önlü kürək oğlandı. Qıvrım saçları, mavi gözləri vardı. Əlinə girəvə keçən kimi Hans fransızca danışırdı. İndi də ev sahibləri ilə mırt vurmaq istədi. Ancaq onlar üçü də ağzına su alıb danışmırdı. Hans başa saldı ki, onun da atası fermerdi. Dava qurtarandan sonra özü də fermaya qayıdacaq. Yolu soruşmağa gəlmişdiniz, cavab aldınız. Qız onun sözünü kəsdi. Çıxın, gedin. Çaxırınız içib gedin. Hans yalnız indi qıza necə lazımsa nəzər saldı. Deməzdin ki, gözəllər gözəl idi. İfadəli qara gözləri, düz burnu vardı. Bənizi çox solğundu. Lap adi geyimdə idi. Ancaq nəsə adi kəndçi qızına heç bənzəmirdi. Nəsə əlavə əlaməti vardı. Kəndçi qobutluğu, kəndçi köndəklüyü yox idi. Dava başlanandan bəri Hans fransız qadınları haqqında əskərlərin söhbətlərini eşidirdi. Əskərlər deyirdi ki, fransız qızlarında Almanlarda olmayan nəsə var. Bu elə bir şeydir ki, onu sözlə başa salmaq mümkün deyildi. Eybi yox. Bircə həftədən sonra Hans özü Parisdə olacaq. Onda öz gözləri ilə hər şeyi görəcəkdi. Söz gəzirdi ki, Alman əskərləri üçün əyləncə evləri açmaq haqqında komandanlıq
xüsusi göstəriş verib. Çaxırın iş tərpənək, Villi dedi. Ancaq bura Hansın xoşuna gəlirdi. İstəmirdi ki, onu tələsdirsinlər. Amma sən heç kəndli qızına oxşamırsan, o qıza dedi. Nə olsun ki? Qızım müəllimədir, anası dilləndi. Yox əşi, savad sahibiymiş ki. Qız çiyinlərini atdı. Hans isə yenə də sınıq salxaq fransızca sözünün ardını dedi. Deməli, sən daha dərindən anlamalısan ki, fransızlar üçün məğlubiyyət nə deməkdir? Biz sizə müharibə elan etməmişik. Onu siz başlamısınız. İndi isə dözün, biz Fransanı abırlı ölkəyə çevirək. Qız yumruqlarını düyüb ona baxdı. Qara gözləri nifrətlə yanırdı. Ancaq heç nə demədi. Çox içibsən, Hans. Villinin səsi eşidildi. Məndə işin olmasın. Ayığam, ağlım da başımdadır. Danışdıqlarım isə tamamilə həqiqətdir. Qoy bunlar bir dəfəlik qansınlar ki, nədir? Yox, sən sərxoşsan, qız qışqırdı. O daha özünü saxlaya bilmirdi. Çıxın gedin, çıxın gedin. Oho, sən Almanca da danışırsan? Yaxşı, gedərəm. Ancaq gərək məni öpəsən. Qız geri çəkildi. Hans onun qolundan yapışdı. Ata, ata! Qoca fermer Almanın üstünə atıldı. Hans qızı buraxıb var gücü ilə qocanın sifətinə bir yumruq ilişdirdi. Qoca çul kimi döşəməyə sərildi. Qız qaçmağa macal tapmadı. Hans onu tutub bərk-bərk özünə sıxdı. Qız onun harasına gəldi şillələyirdi. Hans kəsik-kəsik ancaq hisslə gülürdü. Demək, Alman əskəri səni öpmək istəyəndə özünü belə dikbaş aparırsan? Elə bilirsən bunun hayfını səndə qoyacam? Hans əlini qızın ağzına basıb səsini boğdu və onu içəri otağa dartdı. Əhvalat belə olmuşdu. Özünüz düşünün, kimdir günahkar? Əlbəttə qız günahkardır. Hansa əl qaldırdı. Əgər öpsəydi, Hans dərhal çıxıb gedəcəkdi axı. 3 ay keçmiş, Hans yenə Suassona qayıtdı. Qalib Alman ordusu ilə o Parisdə olmuş, öz mototsiklında şəslə oturub zəfər tağından keçmişdi. Ordu ilə birlikdə əvvəlcə Turda, sonra Bordoda olmuşdu. Döyüşməmişdi. Yalnız əsir düşmüş fransız əsirlərini görmüşdü. Vəssalam. Yatsaydı yuxusunda da bu cür gözəl səyahət görməzdi. Sakitlik çökdükdən sonra düz bir ay Parisdə yaşadı. Vətəni Bavariyaya rəngarəng poş blankları göndərmiş, hamıya hədiyyə almışdı. Tanışı Villi Parisi 5 barmağı kimi tanıyırdı. Onu oradaca saxladılar. Hansgilin hissəsini isə Suassona yolladılar. Suasson əntiqə, xudmani şəhərdir. Əskərləri rahat mənzillərə bölüşdürdülər. Yemək-içmək başdan aşırdı. Şampan isə lap havayı idi. Şüşəsi bircə Alman markasına. İç nə qədər kefin çəkir. Suassona getmək əmri alınanda Hansın ağlına gəldi ki, fermadakı həmin qıza baş çəkmək pis olmazdı. Qız üçün bir cüt ipək corab aldı. Qoy başa düşsün ki, Hans kinli deyil. O bu yerlərdən yaxşı baş çıxarırdı. Fermanı rahatca tapacağına əmindi. Bir axşam çağı tamam kamal bekar olanda corabları cibinə basıb mototsiklına oturdu və sürdü. Qızıl payız günü idi. Göydə bir tikədə bulut yoxdu. Təpəli çöllər göz oxşuyurdu. Haçandı bir gilə də yağış düşmürdü. Sentyabr olsa da yayın başa çatdığı qətiyyən hiss olunmurdu. Ağaclar yamyaşıldı. Hans 30-40 dəqiqə fermaya çatdı. Qapı ağzında fermerin iti ona hürdü. Hans qapını döymədən itələyib açdı və içəri keçdi. Qız masanın arxasında oturub kartof soyurdu. Əskər qiyafəli adam görən kimi diksinib ayağa qalxdı. Sizə nə lazımdır? Hansı indi tanıdı. Əlindəki bıçağı bərk-bərk ovucunda sıxaraq dalı-dalı divara sarı çəkildi. Sənsən, heyvan. Bəsdir, özündən çıxma, toxunmayacam sənə. Bir gör sənə nə gətirmişəm, ipək corab. Onları da götür, rədd ol buradan.
Sarsaqlama, at bıçağı yerə. Hirslənsən, ziyanı özün görəcəksən. Qorxma məndən. Mən səndən qorxmuram. Qızın barmaqları boşaldı. Bıçaq döşəməyə düşdü. Hans dəbilqəsini çıxarıb stulda oturdu. Ayağını uzadıb, çəkməsinin ucuyla bıçağı özünə sarı çəkdi. Gəl kartof təmizləməyinə kömək eləyim. Hı? Necədir? Qız cavab vermədi. Hans əyilib bıçağı qaldırdı. Qabdan kartof götürüb təmizləməyə başladı. Qızın sifətinə qəddarlıq həkk olunmuşdu. Gözləri hiddətlə baxırdı. O divarın dibindəcə dayanıb Hansa göz qoyurdu. Hans gülümsüyürdü. Bu təbəssümdən xeyirxahlıq və barışqanlıq oxunurdu. Yaxşı, niyə belə hisslə baxırsan? Sənə nə eləmişəm ki, başa düş. Onda mən biraz özümdən çıxmışdım. O vaxt biz hamımız elə idik. O vaxtlar hələ məğlub edilməz fransız ordusu, Maginot xətti haqqında söhbətlər gedirdi. Özü də bilmədən ikrah hissi ilə gülümsündü. Üstəlik içdiyim çaxır da biraz məni havalandırdı. Qız onu təpədən dırnağa dək nifrətlə süzdü. Rədd ol buradan. Haçan lazım bilsəm, onda gedəcəyəm. Çıxıb getməsən, atam Suassona gedib sənin haqqında generalınıza necə lazımsa şikayət eləyər. Elə general oturub sənin atanı gözləyir. Çox lazımmış. Bizə əmr olunub ki, yerli əhali ilə əlaqə yaradaq. Adın nədir? Sənə nə? Qızın yanaqları od tutub yanırdı. Gözləri hirslə parıldayırdı. O əvvəlkindən daha qəşəng görünürdü. Hans qızı yadında özgə cürə saxlamışdı. Yaxşı, atan, anan hardadır? Çöldə işləyirlər. Qulaq as, mən acımışam. Mənə biraz pendir çörək, bir stəkan çaxır ver. Pulunu verərəm. Qız hirslə güldü. 3 aydır ki, pendirin nə olduğunu bilmirik. Doyunca çörək yemirik. Bir il bundan qabaq öz fransızlarımız atlarımızı yığdılar. İndi isə sinkilər qalan bütün şeyləri alıb apardılar. İnəklərimizi, donuzlarımızı, toyuqlarımızı, hər şeyi. Biz ki, havayı aparmırıq, pul veririk. Fikirləşirsən ki, verdiyiniz o quru kağızlar bizim qarnımızı doydurur? Qız ağladı. Sən açsan? Yox, nə danışırsan? Biz lap padşah kimi yaşayırıq. Kartof, çörək, boranı, pomidor. Atam sabah Suassona gedəcək. Bəlkə biraz kəpək tapdı. Qulaq as, mən pis oğlan deyiləm. Düz sözümdür. Sizin üçün pendir gətirirəm. Bəlkə birazdan mal əti gətirdim. Sənin sədəqənə ehtiyacım yoxdur. Acından ölərəm. Amma siz donuzların bizdən oğurladığı yeməyə gözümün ucuyla da baxmaram. Yaxşı, baxarıq. Hans yekə-yekə dilləndi. O dəbilqəsini başına qoyub qalxdı. Xudahafiz, mademoiselle, deyib çıxdı. Hans keyfi istəyəndə motosiklinə minib ora-bura sürə bilməzdi. Gözləmək lazımdır. Gözləmək lazımdır ki, bir tapşırıq filan göndərsinlər, onda yenidən fermaya baş çəkmək olardı. Belə fürsət 10 gündən sonra əlinə düşdü. Yenə də qapını öz evi kimi açıb içəri keçdi. Bu dəfə fermerlə arvadı mətbəxdə idi. Günortadan keçmişdi. Qarı peç üstə qoyduğu qazanda nə isə qarışdırırdı. Qoca masa arxasında oturmuşdu. Hansa baxdılar, ancaq heç təəccüblənmədilər. Görünür, qız onun əvvəlki gəlişi barədə danışmışdı. Susurdular. Qarı qarışdırmaqda davam edirdi. Qoca isə nəzərlərini masanın üstündəki örtüyə zilləyib oturmuşdu. Ancaq Hansı özündən çıxarmaq o qədər də asan deyildi. Hamıya salam, Hans fransızca dedi. Sizə biraz paypuş gətirmişəm. O bükülünü açdı. Oradan yekə bir pendir parçası, donuz əti və 2 qutu balıq konservi çıxartdı. Qarı dönüb baxdı və onun gözlərindəki ac hərislik parıltısı Hansın nəzərlərindən qaçmadı. Fermer qarşısındakı ərzağı tutqun nəzərlərlə süzdü. Hans gülümsəyib özünü qocaya tutdu. Keçən dəfə təsadüfən belə alındı. Üzr istəyirəm. Qız qapıda göründü. Burada nə edirsən? O Hansın üstünə çımxırdı.
Sonra qızın nəzərləri ərzağa sataşdı. O hər şeyi bürmələyib Hansın üstünə tulladı. Götür onları, rədd elə burdan. Qarı masaya cumdu. Anet, sən dəli olmusan. Mən onun sədəqəsinə qalmamışam. Axı bunlar bizim öz məhsulumuzdur. Onlar bunu bizdən oğurlayıblar. Hələ bu konservlərə bax, bir bax, bordoda hazırlanıb. Qarı əyilib şeyləri qaldırdı. Mavi gözlərindən biclik yağan Hans qıza baxdı. Deməli adın Anet imiş. Gözəl addır. Yaxşı, niyə istəmirsən ki, bu qocaların ağzı biraz dada gəlsin? Özün dedin ki, 3 aydır dilinizə pendir dəyməyib. Mal əti tapa bilmədim. Girmə nə keçdisə onu gətirdim. Qarı donuz ətini iki əli qaldırıb sinəsinə sıxdı. Adama elə gəlirdi ki, o bir tikə əti öpməyə də hazırdı. Anetin yanaqlarından göz yaşları axdı. İlahi, nə böyük xəcalət. Qız əzabla inildədi. Bu nə sözdür, nə xəcalət. Bir iki tikə pendirdir, biraz da donuz əti və salam. Hans oturdu. Siqaret yandırdı və qutunu qocaya sarı itələdi. Fermer biraz tərəddüd etdi, ancaq papiros iştahası iradəsinə üstün gəldi. Bir siqaret götürüb qutunu təzədən Hansa uzatdı. Saxla özündə, Hans dedi. Nə qədər lazım olsa yenə taparam. Siqaretini sümürüb tüstüsünü burnundan buraxdım. Niyə dalaşaq axı? Nə olubsa olub. Müharibə müharibədir. Özünüz başa düşürsünüz. Anet savadlı qızdır. Bilirəm. İstəmirəm ki, barəmdə pis fikirləşsin. Deyəsən bizim hissəmiz sonda hələ bir xeyli qalacaq. Ara bir bura baş çəkə bilərəm. Xırım-xırda yemək gətirə bilərəm. Bilirsiniz ki, şəhər əhalisi ilə əlaqə yaratmaq üçün əlimizdən gələni edirik. Ancaq fransızlar yaman inat göstərirlər. Heç bizə məhəl qoymurlar. Axı keçən səfərki əhvalat təsadüfən baş verdi. Bu əskərlə bura gəldiyimi deyirəm. Qorxmayın məndən. Annetə doğma bacım kimi hər cür hörmət eləməyə hazıram. Bura niyə ayaq açmısan ki? Niyə bizi rahat buraxmırsan? Annet coşdu. Əslində Hans özü də niyə gəldiyini bilmirdi. Boynuna almaq istəmirdi ki, adicə insani münasibətlər üçün burnunun ucu göynüyür. Suassonda Almanları məngənəyə salan gizli düşmənçilik Hansın əsəblərinə təsir edirdi. Ara bir ona məhəl qoymayıb keçmək istəyən fransızı təpik altına salmaq istəyir. Ara bir də az qala ağlamaq dərəcəsinə gəlirdi. Söz söhbəti tutan bir ailə, ilıq bir yer tapmaq necə də yerinə düşərdi. Annetə qarşı heç bir pis fikri olmadığını söyləyəndə Hans yalan deməmişdi. Qız onu ürəyincə olan qadınlara bənzəmirdi. Uca boy, dolu sinə qadınları daha çox xoşlayırdı. Ancaq bu qızda elə bir anlaşılmaz əlamət vardı ki, Hansın əl-ayağını bağlayırdı. O vaxt Alman ordusunun qələbələrindən hayıl-mayıl olmasaydı, çox yorulmasaydı, həm də əsəbləşməsəydi, üstəlik ac qarnına o qədər çaxır içməsəydi, ömründə düşünməzdi ki, bax bu sayaq qız onun xoşuna gələr. Hans 2 həftə hissədən çıxa bilmədi. Bu dəfə apardığı ərzağı fermada qoymuşdum və şübhə etmirdi ki, qocalar ac-qurt kimi həmin yeməklərə dalışmışdılar. O qapıdan çıxan kimi Annet də valideynlərinə qoşulsaydı, Hans təəccüb eləməzdi. Fransızlar belədir, hazırın naziri. Necə zəif, ölgün xalqdır. Əlbəttə, Annet ona nifrət edir. Özü də necə nifrət edir. Ancaq donuz ətidir, pendir də ki pendir. Annet onun başından çıxmırdı. Qızın nifrəti onu daha da coşdurur, cırnadırdı. Hans qadınların xoşuna gəlməyə adət eləmişdi. Günlərin birində Annet də ona vurulsaydı, nə gözəl olardı. Nəhayət, yenə də yolu fermaya düşdü. Biraz pendir, yağ, qənd, bir banka kalbasa konservi, azca kofe götürüb mototsiklini işə saldı. Ancaq bu dəfə Anneti görə bilmədi. Qız atası ilə çöldə işləyirdi. Qarı həyətdə idi. Hansın qoltuğundakı bağlamanı görəndə sanki gözlərinə işıq gəldi. O Hansı mətbəxə apardı.
Bağlamanı açanda qarının əlləri titrəyirdi. Ərzağı görəndə isə gözləri yaşla doldu. Sən çox xeyirxahsan, dedi. Otura bilərəm? Hans ədəblə soruşdu. Otur, otur. Qarı pəncərədən baxdı. Hans anladı ki, qızının gəlib gəlmədiyini yoxlayır. Bəlkə bir stəkan çaxır içəsən. Pis olmaz. Hansa aydındır ki, yeməkdən korluq çəkməkləri qarnı onunla tamam barışdırmasa da, hər halda görüşlərini dözülməz də eləmir. Qarı onunla dostlaşmağa hazırdı. Hə, donuz əti necə idi? Çoxdan beləsini dadmamışdıq. Gələn dəfə yenə gətirərəm. Bəs onun, Anetin necə xoşuna gəldimi? O heç nəyə toxunmadı. Dedi ki, acından ölsəm də əl vurmaram. Səfi, mən də ona beləcə dedim. İndi ki deyirəm yemək var, ye getsin. Naz eləmək yeri deyil. Onsuz da belə inadla heç nə düzələn deyil. Hans bala-bala çaxırdan qurtumlayır, qarı ilə şirin-şirin söhbət edirdi. Öyrəndi ki, qarını Madam Periye deyə çağırırlar. Soruşdu ki, yenə də uşaqları varmı? Qarı ah çəkdi. Yoxdur, yoxdur. Bir oğlu varmış, əskər aparıblar. Dava başlayanda o da həlak olub. Yox, onu cəbhədə öldürməyiblər. Nansi şəhərindəki hospitalda sətəlcəmdən ölüb. Belədir, Hans dilləndi. Yazıq. Bəlkə də belə yaxşıdır. O da Anetin bir tayıydı. Onsuz da başını salama saxlaya bilməyəcəkdi. Fransızların məğlubiyyəti onu öldürürdü. Qarı yenə ah çəkdi. Əzizim, bizi satdılar. Onu ucbatından da bu günə düşdük. Siz axı niyə polyakların müdafiəsinə qalxırdınız? Onlar sizin nəyinizdir? Düzdür. Əgər biz sizin o Hitlerə mane olmasaydıq, Polşanı sakitcə tutmasına imkan versəydik, onun bizimlə nə işi vardı? Gedəndə Hans dedi ki, yenə gələcək. Donuz əti də yadımdadır, o əlavə etdi. Hansın bəxti gətirdi. O həftədə 2 dəfə qonşu qəsəbəyə getmək tapşırığı aldı. Bu fermaya da tez-tez baş çəkmək üçün imkan verirdi. Özünə söz vermişdi ki, ora heç vaxt əliboş getməsin. Ancaq Anetlə söz-söhbəti tutmurdu. Qızın xoşuna gəlmək üçün kişi səriştəsinin öyrətdiyi bütün vasitələrdən istifadə edirdi. Kar aşmırdı. Anet onun bütün ciddi cəhdlərini rıxşəndlə qarşılayırdı, dodaqlarını büzürdü. Tikanlı, ələ keçməz tərzdə Hansa elə baxırdı ki, sanki bu boyda yer üzündə ondan pisi yoxdur. Dəfələrlə Hans o qədər hislənmişdi ki, az qalırdı qalxıb qızı çiyinlərindən yapışsın və bağı çatlayana qədər onu sirkələsin. Bir dəfə qız evdə tək idi. Ayağa qalxıb getmək istəyəndə Hans onun yolunu kəsdi. Dayan görüm, səninlə danışmaq istəyirəm. Danış, mən köməksiz bir qadınam. Gör sənə nə deyirəm. Mənə məlum olduğuna görə bu tərəflərdə hələ çox qalacağam. Siz fransızların günü yaxşı keçməyəcək. Güzəranınız daha da çətinləşəcək. Mən sənin karına gələ bilərəm. Nə üçün atan anan kimi ağlını başına yığmırsan? Qoca Periye ilə onun işləri çox yaxşı gedirdi. Demək olmazdı ki, fermer Hansı səmimi qəlbdən qəbul edir. Düzünə qalsa o Hansa qarşı amansız və düşmənçilik mövqeyində idi. Ancaq hər halda mədəni rəftar edirdi. Hətta bir kərə Hansdan xahiş eləmişdi ki, ona biraz tütün tapsın. Hans onu uzatdığı pulu almayanda təşəkkür də eləmişdi. Qoca Suassondakı yeniliklərlə maraqlanırdı. Hansın gətirdiyi qəzetləri acgözlüklə oxuyurdu. Fermer oğlu olan Hans, təsərrüfatdan başı çıxan adam kimi onunla söhbət edə bilirdi. Periyenin ferması yaxşı idi. Nə o qədər böyük değildi, nə də o qədər kiçik. Yaxşı sahə idi. Ortasından çay keçirdi. Suvarmağa da əziyyət vermirdi. Meyvə bağı da vardı, əkin-biçin yeri də. Qoca deyəndə ki, kömək eləyəni yoxdur. Gübrə tapılmır, öküzləri və avadanlıqları tutub alıblar. Fermada hər şey kəllə mayallaq gedir.
Hans onu anlayan və dərdinə şərik olan adam kimi dinləyirdi. Soruşursan ki, niyə atamgil kimi ağlımı başıma yığmıram? Bax. Annet paltarını bədəninə sıxıb Hansın qarşısında dayandı. Hans öz gözlərinə inanmadı. İndiyədək ömründə duymadığı qəribə hisslər keçirdi. Yanaqlarını alqan örtdü. Sən hamiləsən? Qız stula çöküb başını əlləri arasına alaraq elə hönkürdü ki, sanki indicə ürəyi partlayacaqdı. Dəhşət, dəhşət, dəhşət! Deyib qız dalbadal ağlayırdı. Hans qollarını açıb onun üstünə atıldı. Mənim əzizim! Annet cəld sıçrayıb qalxdı və oğlanı itələdi. Mənə toxunma, eşitdin? Çıx get, çıx get! Məyər başıma gətirdiklərini sənə azlıq edir? Qız qaçıb otaqdan çıxdı. Hans bir neçə dəqiqə tək qaldı. Başını itirmişdi. Suassona sarı yavaş-yavaş geri qaydanda sərxoşlar sayağı başı bədəninin üstə dayanmırdı. Evə çatanda yerinə girdi, sonra isə saatlar keçir, yata bilmirdi. Annet gözünün qabağından çəkilmir. Elə hey qızın dolmuş, yumrulanmış bədənini görürdü. Başını masaya qoyub acı göz yaşlarına qərq olanda Annet necə də yaraşıqlı və zavallı görünürdü. Həm də doğma idi. Axı o öz bətnində Hansın uşağını gəzdirirdi. Hansın uşağını. Az qala Hansı yuxu aparacaqdı. Birdən-birə dik atıldı. Ağlına gələn fikir onun daxilini tamamilə çevirdi. Ürəyini təlatümə gətirdi. O Anneti sevirdi. Bu həqiqət qəfil zərbə kimi Hansın ağlını başından çıxardı. O fikrini bir yerə toplayıb axıracan düşünmək iqtidarında değildi. Əlbəttə, o Annet haqqında çox düşünmüşdü, amma həmişə bir özgə cürə düşünmüşdü. Hans bircə onu düşünmüşdü ki, günlərin birində Annet ona vurulsaydı nə yaxşı olardı. Annet onun üçün başqa qadınlar təki bir qadındı. Bir damcı da fərqi yoxdur. Qız o qədər də onu zövqüncə deyildi. Belə də adicə bir qızdı, vəssalam. Diqqəti cəlb edən elə bir şey yoxdur. Bəs Hansı təlatümə gətirən bu qəribə hiss hardan peyda olmuşdu? Ən qəribəsi də bu idi ki, bu hiss ləzzətli deyildi, ağrılıydı. Ancaq Hans artıq başa düşürdü ki, bu məhəbbətdir. İndiyəcən ömründə duymadığı xoşbəxtlik hissi gətirən məhəbbət. Hans qızı oxşamaq, əzizləmək, qucaqlamaq, onun yaş dolu gözlərini öpməyi necə də arzulayırdı. Hans onu gülümsəyən görmək istəyirdi. Onun şəfqət saçan sehirli, cazibədar gözlərinə baxmaq istəyirdi. İstəyirdi ki, o baxışlardan zəriflik, məsumluq oxunsun. 3 gün ərzində Hans Suassondan heç yerə çıxa bilmədi. 3 gün, 3 gecə. O yalnız Annet haqqında, onun dünyaya gətirəcəyi körpə barəsində düşünürdü. Nəhayət, fermaya getmək girəvəsi tapdı. Olmadan Periyeni görmək istəyirdi. Təsadüf əlindən tutdu. Qarı evindən aralı yolda rastına çıxdı. O meşədən yığdığı çır-çırpıdan bağladığı yekə şələni belinə alıb evə qaydırdı. Hans matası kılını saxladı. Bilirdi ki, qarını ona bağlayan gətirdiyi ərzaqlardır. Dəxli yoxdur, ərzaqla ya nə ilə bağlı olur olsun, qarı ki, Hansa rəğbət bəsləyirdi. Hələlik bu özü yaxşı idi. Hans dedi ki, qarıya sözü var. Xahiş elədi ki, arvad şələsini yerə qoysun. Qarı şələsinin ipini buraxdı. Tutqun bir gündü. Hava bulutluydu. Ancaq soyuq deyildi. Mən hər şeyi bilirəm, Hans dedi. Qarı diksindi. Hardan? Annet heç istəmirdi ki, sən xəbər tutasan. Özü mənə dedi. Niyə əvvəlcədən mənə deməmisiniz? Qarı nəql etməyə başladı. Ağrı acısız, heç ittiham belə etmədən danışdı. Sanki adi məişət əhvalatını nəql edirdi. Məsələn, elə bir inəyi doğuş vaxtı ölmüşdü, ya da şaxta ağacları vurub meyvəni tələf eləmişdi.
Onlar çoxdan tanıdıkları qoca həkimi yanına getdilər. Uşağı götürtmək istədiklərini deyiblər. Həkim təmiz katolik idi. Xahişlərini qətiyyətlə rədd edib. Ana balanın göz yaşlarının müqabilində o çiyinlərini atıb deyib, sən tək deyilsən. Vəziyyətlə barışmaq lazımdır. Başqa bir həkim də tanıyırdılar. Onun yanına getdilər. Qapını arvadı açıb. Deyib ki, ərimi güllələyiblər. Sonra o bir mamaçanın ünvanını verib, tapşırıb ki, onun adını versinlər. Mamaça da dərman verdi. Dərmanı içəndən sonra Annetin halı yaman pisləşib. Az qal öləcəkmiş. Amma istədikləri alınmadı. Annetin hamiləliyi davam edirdi. Madam Periye bütün bunları Hansa danışdı. Hans bir müddət dillənmədi. Sabah bazar günüdür. Nəhayət onun səsi eşidildi. Sabah boşam. Gələrəm, danışarıq. Yeməyə də bir şey gətirərəm. İynəmiz yoxdur. Tapa bilməzsən. Çalışaram. Qarı şələsini qaldırıb yola düzəldi. Hans Suassona qayıtdı. Səhəri motosikl götürməyə çəkindi. Kirayə velosiped aldı. İçi ərzaqla dolu torbanı arxadakı çərçivəyə keçirdi. Torba naham vardı. İçində bir şüşə şampan da vardı. Fermaya çatanda şər qarışırdı. Düşündü ki, hamı evdə tapacaq. Mətbəxə girdi. İçəri isti və rahatdı. Madam Periye otağı süpürürdü. Kişi Paris Soir qəzetini oxuyurdu. Annet corab yamayırdı. Bir baxın, iynə gətirmişəm sizin üçün. Hans torbanı aça-aça dedi. Bu parça isə sənə çatacaq, Annet. Mənə lazım deyil. Yox əşi. Hans gülümsündü. Uşağın üçün paltar tikmək vaxtı çatmayıb bəyəm? Hə, Annet, vaxtı çatıb. Qarı söhbətə qoşuldu. Bizdə heç nə yoxdur. Annet başını qaldırmamışdı. Madam Periye şampan şüşəsini görəndə həris nəzərlərini gizlədə bilmədi. Ay aman, şampan! Hans güldü. Bilirsiniz onu niyə gətirmişəm? İndi deyərəm. Ağlıma bir fikir gəlib. O bir anlığa tərəddüd etdi. Sonra stulu çəkib Annetlə üzbəüz oturdu. Doğrusu bilmirəm hardan başlayım. Annet, o vaxtki əhvalatdan çox peşmanam. Üzr istəyirəm. Mən günahkar deyiləm. Dövrandır günahkar. Günahımdan keçə bilərsənmi? Annet nifrət saçan baxışlarla onu süzdü. Heç vaxt. Niyə məndən əl çəkmirsən? Bütün həyatımı puç eləmisən. Hələ azlıq edir. Mən də ağzımda onu deyirəm. Bəlkə də heç puç eləməmişəm. Eşidəndə ki, hamiləsən, uşaq gözləyirsən. Sanki içimdə hər şeyi tərsinə çevirdilər. İndi hər şey başqa cürdür. İndi mən səninlə fəxr edirəm. Fəxr edirsən? Qız acı-acı soruşdu. İstəyirəm ki, sən uşağı sağ-salamat doğasan, Annet. Sevinirəm ki, dava dərman da onun qabağını saxlaya bilməyib. Necə sırtıq adamsan, belə sözlərə necə də dilin dönür. Bir qulaq as. Mən indi ancaq bu barədə düşünürəm. Fikrim, zikrim bu məsələnin başındadır. 5-6 aydan sonra müharibə qurtaracaq. Yazda biz ingilislərin də işini bitirəcəyik. Mütləq. Başqa cürdə ola bilməz. Sonra məni buraxacaqlar evə. Onda biz evlənərik. Evlənərik? Niyə? Hansın sifətinə qızartı çökdü. O ürəyindəki şirin sözləri fransızca deməyə cürət eləmədi. Alman dilində dedi. Bilirdi ki, Annet almanca yaxşı danışır. Ich liebe dich. O nə deyir? Madam Periye soruşdu. Deyir ki, məni sevir. Bir şüşə şampanı da ona görə gətirdim ki, nigahımızı qeyd edək. Bax, hamısından pisi budur, qız dilləndi. Səfehlər, kütbeyinlər bizə qalib gəliblər. Hans artıq almanca danışırdı.
Özüm də bilmirdim ki, sevirəm səni. Daha sən deyənəcən ki, uşağımız olacaq. Bugün məni sanki ildırım vurdu. Ancaq məncə səni çoxdan, lap çoxdan sevirəm. O nə deyir? Madam Piliye xəbər aldı. Heç nə, çərənləyir. Hans yenidən fransızcaya keçdi. Qoy Annetin valideynləri də oğlanın nə dediyini anlasınlar. Mən günü bugün səninlə evlənərdim. Ancaq icazə verməzlər. Özü də ağılına da gətirmək ki, mən kasıb adamam. Atamın kalan pulu var. Ailəmiz layiqli ad sana malikdir. Mən evin böyük oğluyam. Sən ehtiyacın nə olduğunu bilməyəcəksən. Katoliksən? Madam Piliye soruşdu. Bəli, bax bu yaxşıdır. Orada ailəmiz yaşayan yerlər yaman mənzərəlidir. Torpaq da münbitdir. Sahə özümüzünkidir. Babam həmin sahəni satın alıb. Maşınımız da var, radiomuz da, telefon da çəkiblər. Annet dedi, hə, əlbəttə, orada mənim üçün şirin həyat hazırlanıb. Mənim üçün məğlub ölkədən gətirilmiş 50 uşaqlı əcnəbi bir qız. Özü də kəbinsiz, talaqsız doğulmuş uşaq. Bütün bunlar mənə tam xoşbəxtlik təminatı verir. Hə? Təbiətən az danışan olan Monsieur Perrier ilk dəfə danışdı. Etiraf edirəm ki, o Hansa dedi, sən çox xeyirxah addım atırsan. Bunun başqa adı yoxdur. Mən özüm də keçən müharibələrdə olmuşam. Deyim ki, biz hamımız özümüzü bir başqa cür aparırdıq. İnsanın təbiəti belədir. Burada heç nə eləmək olmaz. İndi isə oğlumuz əlimizdən gedəndən sonra yeganə qızımızdan savayı heç kimimiz yoxdur. Biz Annetdən ayrıla bilmərik. Burasını da fikirləşmişəm. Bilirəm ki, sizə çətin olacaq. Odur ki, qərara almışam. Özüm burada qalacam. Annetin nəzərləri cəld Hansa dikildi. Bunu necə başa düşək? Mənim qardaşım da var. O atamla qalıb ona əl tutar. Bu tərəflər çox xoşuma gəlir. Təsərrüfatçı və ağlı başında olan adam sizin ferma kimi fermadan nə istəsən çıxara bilər. Müharibədən sonra Almanların çoxu Fransada qalacaq. Hamı bilir ki, fransızların torpağı çox, əkib becərəni isə yoxdur. Qocalar baxışdılar. Annet gördü ki, valideynləri güzəştə getməyə hazırdılar. Oğulları öləndən sonra onlar yalnız bunu arzuluyurdular. Onlara güclü, sağlam, yaxşı kürəkən lazımdır. Elə kürəkən ki, özləri qocalıb əldən düşəndə, əlləri bir işə yatmayanda torpağın qayğısına qala bilsin. Hə, bu ağlabatan söhbətdir, Madam Piliye dedi. Belə təklif barədə düşünməyə dəyər. Kəsin səsinizi, Annet çımxırdı. O irəli əyilib odlu nəzərlərini Almana dikdi. Mənim adaxlım var, müəllimdir. Mənimlə birlikdə şəhər məktəbində dərs deyirdi. Davadan sonra ona ərə gedəcəkdim. O sənin kimi cantıraq, almayanaq deyil, bəstə boyludur, arıqdır. Onun gözəlliyi ağlındadır. Ağlı onun sifətinə nur saçır. Onun bütün gücü, qüvvəti də qəlbinin böyüklüyündədir. O vəhşi deyil, mədənidir. Onun arxasında min illik tarixi olan mədəniyyət vardı. Mən onu sevirəm. Bütün varlığımla sevirəm. Hans tutulmuşdu. Heç ağlına da gəlməzdi ki, Annet bir başqasını sevə bilər. İndi o hardadır? Harda ola bilər? Necə fikirləşirsən? Almaniyada, əsirlikdə acından ölür. Siz isə burada harınlıq edirsiniz. Neçə dəfə təkrar etməliyəm ki, sənə nifrət edirəm. Gözləyirsən ki, səni bağışlayacağam heç vaxt. Qız cəld qalxıb mətbəxdən çıxdı. Aralığa bir dəqiqəlik sükut çökdü. Hansın tutqun nəzərləri şampan şüşəsinə dikilmişdi. Sonra köks ötürüb qalxdım. O qapıya sarı gedərkən Madam Piliye ardınca düşdü. Ciddi sözündür ki, Annetlə evlənəcəksən? Qarı astadan xəbər aldı. Hə, tamamilə ciddi.
Mən onu sevirəm. Onu buradan heç yerə aparmayacaqsan ki. Burada qalıb fermada işləyəcəksən. Söz verirəm. Məlumdur ki, bizim qoca ömrü boyu işləyə bilməyəcək. Evə qayıtsan gərək hər şeyi qardaşınla böləsən. Burada isə hər şey sənin olacaq. Heç kiminlə bölüşməyəcəksən. Öz əlin, öz başın. Hə, bu da mühüm əhəmiyyət kəsb edir. Annetin o müəllimə ərə getməyini heç istəmirdik. O vaxt hələ oğlumuz sağ idi. O deyirdi ki, kim istəyirsə qoy ona da getsin. Annet o müəllimi yaman sevir. İndi isə oğlumuz, zavallı balamız ölüb, əlimizdən çıxandan sonra hər şey dəyişib. Qızımız istəsə də, istəməsə də fermanın öhdəsindən gələ bilməyəcək. Bəli, fermanı satmaq isə sadəcə ağılsızlıqdır. Kim olsa, mən yaxşı bilirəm ki, insanın öz torpağı özünə necə əzizdir. Onlar yola çatdılar. Madam Piriye Hansın əlini tutub ehmalca sıxdı. Yenə də gəl, tez gəl. Hans görürdü ki, qarı onun tərəfindədir. Suassona qaydanda belə düşünmək ona təskinlik gətirirdi. Heç yaxşı olmadı. Annet başqasına vurulub. Xoşbəxtlikdən o əsirlikdədir. Onu oradan buraxınacan uşaq dünyaya gələcək. Bu hadisə Annetin Hansa münasibətini dəyişə bilər. Qadınları başa düşmək olur ki, Hansgilin kəndində bir qadın ərindən ötürü dəli divanə idi. Sonra doğdu və doğuşdan sonra ərini görmək belə istəmirdi. Hardan bilmək olar ki, bəlkə ona bənzər bir əhvalat da ancaq tərsinə Annetlə baş verəcək. İndi evlənməyi təklif edəndən sonra qız başa düşməlidir ki, Hans ciddi, ağıllı adamdır. İlahi, Annet onunla üzbəüz oturub, başını arxaya əyəndə necə də gözəl görünürdü. O necə də şirin danışırdı. Heç səhnədəki aktrisa belə cür danışa bilməz. Üstəlik sözləri də necə təbii səslənirdi. Hə, fransızlar danışmağı bacarır. Həftələr bir ötüb keçirdi. Suassondakı hissənin komandiri yaşlı adamdır. Həssasdır. Yazda əskərləri gözləyən müsibətlərdən xəbərdardır. Odur ki, onları iş güclə çox yükləmirdi. Alman qəzetləri bar bağırırdılar ki, hərbi hava qüvvələrinin hücumları İngiltərəni xaraba qoyub. Ölkənin əhalisi başını itirib, Alman sualtı qayıqları İngilis gəmilərini dəstə dənizə qərq edir. İngiltərə aclıq içindədir. Böyük dəyişikliklər dövrü yaxınlaşır. Yaya kimi hər şey qurtaracaq. Almanlar yer üzünün sahibi olacaqlar. Hans valideynlərinə yazmışdı ki, fransız qızı ilə evlənməyə hazırlaşır. Cehiz kimi əla bir ferma alacaq. Qardaşına təklif edirdi ki, Hansa çatacaq payı pula çevirib Fransaya göndərsin. O pula Hans buradakı torpaq sahəsini genişləndirmək istəyirdi. İşlər belə getsə, müharibədən sonra torpaq almaq heç də baha olmayacaq. Hans Monsieur Perier ilə fermanı gəzir. Öz planları haqqında qoca ilə fikir mübadiləsi edirdi. Qoca onu sakitcə dinləyirdi. Qarı indi Hansı sevinclə qarşılayır və təkid edirdi ki, hər bazar nahara fermaya gəlsin. Adını da fransız kökünə salmışdı və indi onu Jan çağırırdı. Hans təsərrüfata həvəslə kömək edirdi. Annet artıq ağır işlər görə bilmirdi. İndi fermada hər şeyə əl yetirən adama böyük ehtiyac vardı. Annet hələ də özünü toxunulmaz və ügey aparırdı. Heç vaxt Hansla kəlmə kəsmirdi. Ancaq oğlanın suallarına cavab verir, girəvə tapan kimi yuxarı öz otağına qalxırdı. Yuxarıda dözülməz soyuq olanda qız mətbəxə düşür, sobanın yanında oturur, nəsə tikir, kitab oxuyur. Hansa əhəmiyyət vermirdi. Sanki bu adda adam heç içəridə yoxdur. Qız sağalmışdı, əmələ gəlmişdi, yanaqları allanmışdı. Hansın gözlərində o gözəllər gözəli idi. Yaxınlaşan analıq çağı
Qıza nəsə əlavə ləyaqət bəxş etmişdi. Hans ona baxır, ürəyində toy bayram edirdi. Bir dəfə fermaya yaxınlaşanda Madam Periyeni yolda üzbəyüz gəldiyini və nəsə işarə etdiyini gördü. Hans motosikli qadının yanında saxladı. Bir saatdır səni burada gözləyirəm. Dedim daha gəlməzsən. Bugün bizə getmə. Pierre ölüb. Pierre? Kimdir o? Pierre Haven, Annetin ərə getmək istədiyi müəllim. Hansın ürəyi sevinclə döyündü. Bax belə, indi o istədiyinə çatacaq. Qız çox dilxordu. Ağlamır, ancaq biraz onunla söhbət etmək istəyəndə dişinin dibindən çıxanı dedi. Bugün onun gözünə görünmə. Demək olmaz, götürər bıçağı soxar sənin bir yerinə. Mən ki Pierre'in ölümündə günahkar deyiləm. Hardan bildiniz ki o ölüb? Dostu əsirlikdən qaçıb, İsveçrədən keçib gəlib. O Annetə məktub yazıb. Bu səhər almışıq. Onlar acından ölürlərmiş, dözməyib üsyan ediblər. Təşkilatçıları güllələyiblər. Pierre də onların arasında olub. Hans sustu. Onun fikrincə Pierre layiqli cəzasını almışdı. Onlar nə düşünürlər? Konslager kurortzatdır bəyəm? Vaxt ver, qoy qız özünə gəlsin. Madam Piriye davam etdi. Sakitləşəndə özüm onunla danışaram. Haçan gəlmək lazım olacağını sənə yazaram. Yaxşı, mənim tərəfimi saxlayacaqsınız. Əmin ola bilərsən, mən də, ərim də razıyıq. Biz hər şeyi götür-qoy edib bu qərara gəlmişik ki, sənin təklifini qəbul etməkdən savayı çıxış yolumuz yoxdur. Mənim ərim heç də səfeh deyil. O deyir ki, Fransanın yeganə çıxış yolu Almanlarla dostlaşmaqdadır. Hətta elə düşünürəm ki, o müəllimdən çox sən Annetə daha yaxşı münasib ər ola bilərsən. Üstəlik uşağınız da olacaq. İstəyirəm ki, oğlan olsun, Hans dedi. Oğlun olacaq, yəqin bilirəm. Kofe ilə fal açmışam, karta da baxmışam. Hər dəfə eyni cür çıxır. Oğlan olacaq. Hə, az qala unutmuşdum. Sizin üçün qəzet gətirmişəm. Motosikli döndərib Hans getdi. Pierre Haven'in ölüm xəbərini alandan 10 gün sonra axşam çağı şam yeməyini qurtaranda əri ilə əvvəlcədən razılaşan Madam Piriye üzünü Annetə tutdu. Jana yazmışam ki, sabah bizə gəlsin. Xəbərdarlığına görə çox sağ ol. Mən öz otağımdan çıxmayacağam. Qulaq as qızım, boşda səfeh hərəkətlərini, hadisələrə ayıq gözlə bax. Pierre ölüb, Jan səni sevir, səninlə evlənməyə hazırlaşır, əməlli başlı oğlandır. Hər hansı bir qız elə ərlə fəxr edərdi. Onun köməyi olmasa, fermanı necə yola verərik? Öz puluna traktor alacaq, kötan alacaq, söz verib, daha nə olub, çalış unut getsin. Nahaq əziyyət çəkirsən ana, əvvəllər də özüm qazanıb özümü saxlayırdım, yenə də qazanıb saxlayacağım. Atası dedi, qızım, hər şeydən faciə düzəltmək lazım deyil. Bununla işləri yoluna qoymaq olmaz. Sən təhsil almış, ağıllı qızsan, amma düzgün fikir yürüdə bilmirsən. Nə olubsa olub. Düşün ki, uşağına ata lazımdır. Hələ onu demirəm ki, fermamız etibarlı əldə olmalıdır. O özü 2 kəndcini əvəz eləyər. Ən ağlabatan yol budur. Annet yorğun çiyinlərini büzdü və hər üçü sustu. Səhəri Hans gəldi. Annet tutqun nəzərlərlə ona baxdı. Ancaq bir söz də demədi. Hans gülümsündü. Çox sağ ol ki, məndən qaçmadın. Valideynlərim səni çağırıblar, özləri isə kəndə gediblər. İmkandan istifadə edib səninlə danışmaq istəyirəm. Otur. Hans şinelini və dəbilqəsini çıxarıb stola əyləşdi. Atamla anam istəyir ki, səni ərə gedim. Sən özünü çox məharətlə aparmısan, gətirdiyin dilənçi payı ilə onları barmağına dolamısan. Gətirdiyin qəzetlərdə yazılanlara inanırlar.
Bax, eşit və inan, mən heç vaxt sənin arvadın olmayacağam, heç vaxt. Əvvəllər heç ürəyimə də gəlməzdi, ya da yatsam yuxuma da girməzdi ki, adam adama bu dərəcədə nifrət edə bilər. Mən sənə nifrət edirəm. Qulaq as, qoy mən almanca danışım. Almanca yaxşı bilirsən. Dediklərimi başa düşərsən. Mən alman dilindən 2 il dərs demişəm. Hans almanca danışmağa başladı. Qız isə öz dilində danışırdı. Mən səni sevirəm. Həm də səninlə fəxr edirəm. Sənin qabiliyyətinlə, mədəniyyətinlə fəxr edirəm. Səndə hələ də mənim üçün qəribə bir cazibədarlıq var. Sənə hörmət edirəm. Sən başına vurmursan ki, sənin alman, özümün fransız olduğumu unuda bilmərəm. Əgər bütün almanlar kimi sən də kütbeyin olmasaydın, başa düşərdin ki, uşaq həmişə başıma qaxanc olacaq. Çıx get, sənə Allaha ant verirəm, çıx get və heç vaxt geri qayıtma. Axı bu uşaq mənimkidir. Mən onu istəyirəm. Sən? Qız təəccüblə soruşdu. Nəyinə gərəkdir? İt kimi sərxoş olanda əmələ gətirdiyin uşaq nəyinə lazımdır? Sən başa düşmürsən, mən xoşbəxtəm və iftixar hissi keçirirəm. Eşidəndə ki, uşaq gözləyirsən, başa düşdüm ki, səni sevirəm. Elə gözlənilməz oldu ki, əvvəlcə özüm də inanmırdım. Doğrudanmı başa düşmürsən? Bu uşağın mənim üçün dünyada necə də vacib olduğunu deməyə söz tapmıram. Bilmirəm səni necə başa salım. Ürəyim elə doludur ki, heç özüm də özümü anlamıram. Anet diqqətlə oğlana baxdı və gözləri qəribə tərzdə parıldadı. Qız qələbə sevinci duydu, güldü. Bütün fikrim, zikrim oğlumun yanındadır. Əminsən ki, oğlan olacaq? Bilirəm, mütləq oğlan olacaq. Onu əllərim üstə tutmaq istəyirəm. Özüm ona yeriməyi öyrətmək istəyirəm. Böyüyəndə nə bilirəmsə, hamısını ona öyrədəcəm. At çapmağı, güllə atmağı, sizin çayda balıq olur, tilovla balıq tutmağı öyrədəcəm ona. Yer üzündə ən xoşbəxt ata olacağam. Qız gözlərini geniş açıb, soyuq, ağır baxışlarla ona baxırdı. Sifətinin ifadəsi gərgin və amansızdı. Ağlında dəhşətli fikir yaranmağa başladı. Hans sehirli təbəssümlə gülümsünürdü. Oğlumuzu necə sevdiyimi görəndə, bəlkə sən də məni sevəcəksən. Sənə yaxşı ər olacağam, mənim əzizim. Qız susurdu. Yenə də əvvəlki tək göz qırpmadan tutqun nəzərlərlə Hansa baxırdı. Doğrudanmı mənə deməyə bircə xoş sözün yoxdur? Hans soruşdu. Anet coşdu. O bərk-bərk yumruqlarını düyünlədi. Qoy hamının məndən zəhləsi getsin, amma heç vaxt elə addım atmaram ki, sonra özümdən zəhləm getsin. Sən mənim düşmənimsən, ömrüm boyu düşmənim də olaraq qalacaqsan. Kaş ölməyəydim, Fransanın azad gününü öz gözlərimlə görəydim. O gün gələcək, 1 ildən sonra ya 2 ildən sonra, bəlkə lap 30 ildən sonra, amma mütləq gələcək. Hansdan bir xeyli səs çıxmadı. Həkim barədə fikirləşmisən, bütün xərcləri mənim boynuma. Bəlkə lazım olmayan məsələyə burnunu soxmayasan. Hans köks ötürüb ayağa qalxdı. Çıxıb arxasınca qapını örtdü. Yola aparan cığırla addımlayarkən Anet pəncərədən ona göz qoyurdu. Qız birdən-birə təlatüm içində hiss etdi ki, oğlanın sözləri onun qəlbində indiyədək özünə yad olan əziz hisslər oyatdı. Aman Allah, ilahi, mənə qüvvət ver, qız dedi. Çoxdan bəri fermanın həyətini qoruyan it hürə-hürə Hansa tərəf qaçdı. Neçə aydır ki, Hans iti özünə öyrəşdirmək istəyirdi. Bir şey çıxmırdı. İti sığallamaq üçün əl uzadanda heyvan kənara sıçrayıb dişlərini sıxıb mırıldayırdı. İndi isə özünü çulğalamış peşmanlıq hissini təpiyinə töküb itə güclü zərbə ilişdirdi. Heyvan sıçrayıb kolluğa düşdü, zingildədi və axsıya-axsıya uzaqlaşdı. Vəhşi!
Anet dedi. Hər şey yalandı, yalandı. Az qala hissə qapılıb ona yazığım gəlməyə başlayırdı. Mart gəlmişdi. Suassondakı qarnizonda qaynar həyat başlamışdı. İntizam möhkəmlənmiş, yoxlamalar çoxalmışdı. Müxtəlif söz-söhbət gəzirdi. Məlumdur ki, şəhərdəki hissəni harasa göndərməyə hazırlaşırlar. Amma adi əsgərlər məhz hara gedəcəklərini bilmirdilər. Bəziləri düşünürdü ki, nəhayət İngiltərəyə hücumun vaxtı yetişib. Bir başqaları fikir yürüdürdü ki, onları Balkan ölkələrinə göndərəcəklər. Ukraynanın da adı çəkilirdi. Hansın başı bərk qarışmışdı. Yalnız 2 həftədən sonra o fermaya gedə bildi. Yağmurlu, soyuq bir gündü. Dörd bir yan darıxdırıcı və kədərli idi. Axır ki, Hans içəri girəndə Madam Piliye sevinclə dilləndi. Elə bildik ki, həlak olmusan. Əlim çatmırdı, gələ bilmirdim. Hər gün harasa göndəriləcəyimiz haqda əmr gözləyirik. Haçan əmr gələcək, bilmirik. Bu səhər uşaq anadan oldu, oğlandı. Gözlənilməz sevinç hissi Hansın nitqini boğdu. O qarnı üstünə yürüyüb onu qucaqladı, hər iki yanağından öpdü. Bazar günü doğulub, xoşbəxt olacaq. Bax, indi şampan içməyə dəyər. Anet özüm necə hiss edir? Yaxşıdır, doğuş asan keçdi. Qoca sobanın qırağında oturub çubuq çəkirdi. O sevincdən qanatlanan Hansa sakitcə gülümsündü. Hamıyla belə olur. Kim ki ilk dəfə ata oldu, belə olur. Uşağın saçları sıxdı, sənin saçın kimi ağdı, gözləri isə mavidir. Necə düşünmüşdünsə elədir. Madam Piliye dil qəfəsə qoymurdu. Ömrümdə ilk dəfədir belə qəşəng uşaq görürəm. Hər şeydə atasına oxşayacaq. Aman Allah, bilsəniz necə sevinirəm. Hans dilləndi. İndi yer üzündə yaşamağa dəyər. Mən Aneti görmək istəyirəm. Heç bilmirəm razı olacaq. Onu narahat eləmək olmaz. Bir də gördün südü kəsildi. Yox, lazım deyil, lazım deyil. Mən heç olmasa qoy, bircə anlığa oğluma baxım. Gözlə, görüm uşağı bura gətirə bilərəmmi? Madam Piliye çıxdı. Pilləkəndə onun ağır addımlarının səsi eşidilirdi. Sonra dərhal pillələri onun tələsik addımları altında cırıldadı. Qarı hövrlə mətbəxə girdi. Qız yuxarıda yoxdur, otaqda da yoxdur, heç uşaq da yoxdur. Fermer və Hans təəccüblə qışqırdılar. Hər üçü nə etdiklərini bilməyib pillələrlə yuxarı qalxdı. Otaqda heç kəs yox idi. Anet! Madam Piliye qıyyə çəkdi. O dar dəhlizə qaçıb qapıları açdı və hündürdən qızını səslədi. Anet, Anet, ilahi, deyəsən o dəli olub. Bəlkə aşağıda qonaq otağındadır. Onlar aşağı çoxdan yaşamadıkları qonaq otağına cumdular. İçəridən buz soyuqluğu vururdu. Ambara da baxdılar. Yoxdur, heç yerdə yoxdur, gedib, nəysə dəhşətli əhvalat baş verib. O evdən necə çıxa bilərdi? Hans soruşdu. Güman ki, bayır qapıdan qaçıb. Monsieur Perier bayır qapıya yanaşıb baxdı. Düzdür, buradan qaçıb. Dəmir halqa açıqdır. İlahi, ay, ilahi, bu onu öldürəcək, öldürəcək. Madam Perier fəryad elədi. Onu axtarmaq lazımdır, Hans dedi. Adəti üzrə mətbəxə qaçdı. O həmişə mətbəxə açılan qapıdan girib çıxırdı. Qocalar da onun ardınca cumdular. Hara gedək? Ah, ilahi, çay qırağına. Birdən qarı içini çəkdi. Hans heykəl kimi dayandı. Özünü itirmişdi. Dəhşət içində qarıya baxdı. Qorxuram, qorxuram, qarı qışqırdı. Hans qapıları taybatay açdı və həmin anda Anet içəri girdi. Əynində yataq köynəyi və rəngi getmiş ipək xalatdan savayı heç nə yox idi. Tamam kamal islanmışdı. Yaş qarışıq saçları başına yapışmış, qarma qarışıq halda çiyinlərinə tökülmüşdü. Sifətinə ölüm bəyazlığı çökmüşdü. Madam Perier qollarını açaraq irəli getdi və qızını qucaqladı. Hardaydın, mənim zavallı qızcığazım, dəlisən, nədir? Anet anasını geri tələdi.
Qız Hansa baxdı. Lap vaxtında gəlmisən. Hanı uşaq, hanı uşaq? Madam Perye qışqırdı. Mən bunu dərhal etməli idim. Qorxurdum ki, sonra cəsarətim çatmaya. Anet, sən nə eləmisən? Əqidəmin, vicdanımın tələb etdiyini. Uşağı çayın suyuna bastım və onu öldürdüm. Hans dəli kimi qışqırdı. Sanki yaralanmış vəhşi heyvan səsi idi. O əlləri ilə sifətini qapıyıb, sərxoş adamlar kimi ləngər vura-vura qaçaraq bayıra çıxdı. Anet kresloya çöktü. Başını düyünlənmiş yumruqları üstə əyib, çığlığın və dəhşətli hönkürtülərlə ağladı.